yenidən çempion otağına bağlanırıq. Çünki digər iştirakçılarımız, 4 iştirakçımız qalıb sona, 2 duet. Baxaq görək nəticə necə olacaq. Çempion otağına bağlanırıq. Bəli, davam edirik. İkinci duetimiz Qurbanov Samir, Mirzəyev Arxan tərəfindən olacaq. Samir və Arxan, buyurun, xoş gördük sizi. Necəsiz? Sağ olun. Siz necəsiz? Təşəkkürlər. Xoş gördük, axşamınız xeyir. Televiziya qarşısında əyləşən tamaşaçıları da salamlayıram. Hansı mahnını ifa eləyəcəksiniz? Bakılı qız, müəllif söz musiqi Asif Kərimov. Hətta bir xatırlatma edim, 7 il bundan öncə bu layihədə iştirak edəndə mən məhz Asif Kərimovun komandasında idim. Bugün isə onun mahnısını ifa edəcəyik. Gözəl bir mahnıdır. Məncə bu mahnı ilə dinləyicilərimiz bəyənəcəklər. Gözəl. Mən də bəyənəcəm. Bakılı qız mənim üçün yəqin ifa eləyəcəksiniz. Hər birinizə uğurlar. Bakılı qız deyəndə mən ona görə dedim ki, mənim üçün. Bəli, təşəkkürlər. Buyurun, səhnə söz sizindir, əziz tamaşaçılar. Samiri dəstəkləyirsinizsə 61, Arxanı dəstəkləyirsinizsə 65 yazıb bir səs üçün 88-73-ə, 10 səs üçün 88-75-ə, 30 səs üçün 88-20 SMS-lərinizi göndərə bilərsiniz. Məşq sujetindən sonra bütün Bakılı qızlar üçün Bakılı qız dueti gələcək. Meşələrin çətirlidir, gül çiçəyin ətirlidir, ey vətən. Doya bilmirəm, ey vətən. Melodiyada da problem var, ritmə də düşə bilmirsiniz. Nəğmə dolu bir ürəyəm, torpağına baş əyərəm, ey vətən. Doya bilmirəm, doya bilmirəm, ey vətən. Yaraşırsan bu şəhərə, bir bəzəysən göy xəzərə. Gedək gəzək, qalma yalqız, Bakılı qız. Sən gözümün qarasısan, ürəyimin parasısan, burada çoxmu qalasısan. Gedək gəzək, qalma yalqız, Bakılı qız. Bakılı, Bakılı. Azərbaycanın səsi, Azərbaycan. Yaraşıqsan bu şəhərə, bir bəzəksən göy xəzərə. Nur saçırsan göyə, nur saçırsan göyə. Sən bir günəş parlamaz, Bakılı qız. Yaraşırsan bu şəhərə, bir bəzəksən göy xəzərə. Nur saçırsan göyə, nur saçırsan göyə. Sən bir günəş parlamaz, Bakılı qız. Sən gözümün qarasısan, ürəyimin parasısan, burada çoxmu qalasısan. Gedək gəzək, qalma yalqız, Bakılı qız. Sən gözümün qarasısan, ürəyimin parasısan, burada çoxmu qalasısan. Gedək gəzək, qalma yalqız, Bakılı qız. Bakılı, Bakılı, Bakılı qız. Bakılı,
Değme düşer olma bile. Verme ömrü heder yere. Oldu meyran kara tele, oldu meyran kara tele. Üzme beni, ay insafsız bacılı kız. Değme düşer olma bile. Bir ömrü heder yere. Oldu meyran kara tele, oldu meyran kara tele. Üzme beni, üzme beni. Ay insafsız bacılı kız. Sen gözümün karasısan, yüreğimin parasısan. Burada çok mu kalasısan? Gider gezer kalma yalnız bacılı kız. Sen gözümün karasısan, yüreğimin parasısan. Burada çok mu kalasısan? Gider gezer kalma yalnız bacılı kız. Bacılı, bacılı, bacılı kız. Bacılı, bacılı, bacılı kız. Sen gözümün karasısan, yüreğimin parasısan. Burada çok mu kalasısan? Gider gezer kalma yalnız bacılı kız. Sen gözümün karasısan, yüreğimin parasısan. Burada çok mu kalasısan? Gider gezer kalma yalnız bacılı kız. Bacılı, bacılı, bacılı kız. Bacılı, bacılı, bacılı kız. Çok teşekkür edirik sizə. Və səs faizi var mı? Xatırladaq izləyicilərimizə, bilsinlər, iştirakçılarımız da bilsinlər nə qədər səs faizi toplayıblar. Səs faizi söylənənə qədər mən dəyərli müsiflərə istiqamətləndirəm. Əziz və dəyərli müsiflərimiz, nə düşünürsünüz? İştirakçılarımız necə çıxış elədilər? İfalara görə. Bəli, bəli. Böyük məmnuniyyətlə biz fikirlərimizi bildirərik. Mən yenə deyirəm, ayrı-ayrılıqda gözəl müğənnidirlər. Hərəsinin ayrı-ayrı səsləri var. Amma bilmirəm, deyəsən mikrofonun səsi xoşlarına gəlib, hər ikisi çığırırdı. Biraz səhnədə obraz daha vacibdir, nəinki o mikrofonda möhkəm çığırmağı. Başa düşürəm, ruhlanırsınız, həvəslənirsiniz, biraz da möhkəm çığırırsınız. Amma kənardan bu mahnılarda ümumiyyətlə iki səs imkanları çoxdur. Bölmələr düzgün deyil. Bu mahnıda siz bölmələri düz bölünməyib. İndi İntiqam müəllim deyib məşqdə, bugün siz bildiyiniz kimi oxuyursunuz, amma duetin söylədiyim kimi xarakterləri var. Onu siz, o xarakterləri siz vermədiniz. Obraz da yox idi. Sadəcə olaraq çığırırdınız. Yenə deyirəm, ayrı-ayrılıqda yaxşı oxuyursunuz. Hərənizin başqa-başqa, səslərinizin rəngi gözəldir. Səndə məlahət var, xırdalıqlar var, səndə vokalizm daha güclüdür, gözəldir. Ayrı-ayrılıq. Amma bugün duet oxuduğunuz üçün gərək bir-birinizi tamamlaya biləydiniz. Bir-birinizi başa düşəydiniz. Başa düşürsünüz, ayrı-ayrı özünüz üçün oxudunuz. Plus səsdə biraz da çığırdınız. Yəni bu iradlarımız sizin üçündür, bunları biləsiniz. Onu o gün də demişəm, bugün də demişəm ki, biraz farsirovat eləyirlər, yəni güc verirlər səslərinə, dedim biraz yumuşaq. Bu mahnının ifaçısı bizim dostumuzdur, Vasif Məhərrəmli.
görmürsünüz söhbət eləyir, Bakılı qızı tərifləyir. O gün sizə mən bunu dedim. Bunu Bakılı belə deyil ki. Bayaq da dedim sizə bunu. Səsləriniz gözəl səslənir. İkinizin də gözəl səs tembri də var. Ayrı-ayrı çox gözəl səslər. Səs tembrləriniz var. Bir-birinizi eşitmirsiniz. İstəmirsiniz qulaq asmağa. Yox, eşidirlər. Sadəcə Yox. olaraq bir-birlərini başa düşmürlər duetdə. Ki, harda, hansı və sonda nəqarətdə iki səs bir qatılıb, eyni, o sinxron ifa, bilirsiniz necədir? Səs üst-üstə düşməli. Bax, bu çatışmırdı. Amma yaxşı müğənni olacaqsınız. Düzəldər. Səsləriniz var, yaxşı da oxuyacaqsınız Ayrı-ayrılıqda hər birinizin başqa-başqa gözəl ifalarınız var. Təşəkkür edirik, çox sağ olun və səs faizlərinizi diqqətinizə çatdırırıq. Samir 0,9, Arxan isə 0,3% səs toplayıb uğurlar arzulayırıq. Təşəkkür. Sağ olun. Sağ olun. Biz isə təşəkkür edirik və sonuncu